Gəlmir ha. Görürsən qardaş, həsrət qalmışıq diyor. Verən qalıb hər yer, su yoxdur. Bir insan ki bu yaşta suya həsrət qalsın, 70 yaşında, 75 yaşında adamlar, bu nə devlətdir? 21-ci əsrdə suya həsrət qalan Bala Muğanlı sakinləri, onlar illərdir içməli suyun olmadığını qeyd edirlər. Bununla bağlı dəfələrlə müvafiq qurumlara müraciət etsələr də heç bir nəticənin olmadığını deyirlər. Bu əsrdə ki bizi bu günə saxlayır, biz quluq da, adam da ölü ki, heyvanıq da onda. Pulumuzu verək, suyumuzu içək, pulla alaq, heç olmasa təmiz su içək. Balalarımız var, körpə var öydə, xəstələnirlər tez-tez. Doktora pulumuz da yoxdur, biz çatdıraq ki. Bolnisi Bələdiyyəsinin Parizi, yəni Bala Muğanlı kəndinin sakinləri uzun müddətdir içməli su çatışmazlığından əziyyət çəkirlər. Onların sözlərinə görə suyu ya qonşu kəndlərdən gətirməli, ya da pulla almağa məcbur olurlar. Problemimiz sudur. Nə içməyə, nə əlimizi yuməyə, nə kanalımız bizim suyumuz yoxdur. Çinməyə. Bu yaşlı adamlar gedib qızazla su gətirir, kolardan su gətirirlər. Həmən seçki var, gəlirlər hamısı. Narahat olmayın, bir həftə sonra çəkiləcək. Seçki qutarından sonra nə gələn var, nə gedən var. Suya çox çətinlik çəkirik. Problemimiz sudur. Başka problem yok, esas suyumuzdur. Pulla alıyoruz, maşın yok. Gidiyoruz maşını, 70 lirayla maşını getir su tökülüyor. O da 10 gün gidiyor, ondan sonra gene tutarıyor. Mecburca 10 gündən sonra bir 70 lira verək gene su getirir. Mövcud vəziyyətə etiraz edən kənd sakinləri toplaşaraq problemin qısa zamanda həllini tələb ediblər. Onlar bildiriblər ki, Bala Muğanlıda su problemi illərdir davam edir və son illərdə vəziyyət daha da ağırlaşıb. Kənd demək olar ki, tamamilə susuz qalıb. 70 liraya su gətirir. Qoca adamam, yeriyəm verin, baldırlarım tutmur, öydə xəstəm var. Hamımız qocayıq, hardan gətirək? Pensiya ilə dolanırıq mı? Pensiya da çatmır, yeməyimizdən verək, yeməyimizdən, içməyimizdən, geyməyimizdən suya mı? Abala, bizə mümkün eləsinlər. Vallahi ölmüşük, bax baldırım tutmur, bu dəqiqə baldırım məsələyə duramıram mən. Bizə su lazımdır. Nə yolumuz yoldur. Bax gördünüz, hardan buraya yolumuz yoldur. Sumuz yoxdur. Arxa suyunu içirik. O da atravadır bütün. Tualet arxa xeyr. Kanalizasiya bütün arxa xeyr. Onu da biz su gələndə xodlayırıq, motoru doldururuq. Atravadır, xəstəyik. Hamımız çəkit olub getmişik. İlənmiş suyu içməkdən belə pampersə kimi arıqdadır. Hamamın suyu arıqdadır. Tualetin suyu arıqdadır. Onu da biz içirik. O 70 manata da su tökdürürük. Çatdıramır ya belə. Yeməyimizə mi verək? Əynizmə başımıza, boğazımıza verək, suya mı verək? 70'lər hardan alaq? Və bizim dolanışımız çətindir valla. Bizə mümkün eləsinlər. Belə iş olmaz axı. Neçə dəfə gediblər, neçə dəfə maşın tutublar, xaz töküblər, taksiyə verirlər, yekə forta verirlər. Millət tökülüb gedir, mümkün yoxdur. Gəlirik, gəlmir. Gəlirdi, budur. Var idi, gən içməyimizi görürdü. Ay bala, daha o da yoxdur. Qırılıb batırıq, bizə mümkün eləyin, ağrımız alayım. Sakinlərin sözlərinə görə, seçkilər ərəfəsində onlara su probleminin həll ediləcəyi vəd olunsa da, bu vəd hələ də yerinə yetirilməyib. Seçki qabağı söz vermişdilər, amma heç birini də yerinə yetirmədilər. Valla onu demək istəyirəm, körpə uşağımız var, bizə su çəksin, bizə köməklik eləsinlər. Pulumuzu verək, xalq kimi bizim də qapımıza çox çəkilsin. Pulumuzu verək, suyumuz da gəlsin. Ayrı heç nə istəmirik. Hər seçkidə gəlirlər, deyirlər ki, su gələcək, gəlmir. 2-3 dəfə polisə sürdürmüşük maşını, gəlmir. Deyir, gələcək, gəlmir. Gəh deyir, motor xarabdır, gəh deyir, belədir. Bizim özümüz də gedirik daçka ilə, əl daçkasından su getirik, köları Qızılacıldan. Niyə onlarda olsun, bizdə olmasın. Getmişik polisə, 2-3 dəfə getmişik böyüyün yanına. Nə içmək suyumuz var? Mən özüm 72 yaşım var. Ürəyimə spiral qoyulub. Mən Ruçinoya gedib Qıraq kənddən su gətirirəm, içmək üçün. Yoxdur. Yoldaşım da özümlə yaşıddır, 71 yaşı var. Qonşu bana su gətirir, 10 litr ya 5 litr. İmkan yoxdur. Pensiya ilə də dolanan adamıq. Pensiya da kommunalliyə verək. Su gətirən 80 manat istəyir 3 gündə, 4 gündə söz verir, maşın
Ya maşını qırıq olur, ya nə olur, gətirə bilmirik. Ala bilmirik daha doğrusu. Yoxdur imkan. Bonnisi merinin Bala Muğanlı üzrə nümayəndəsi Əli Qurbanov problemin mövcudluğunu təsdiqləyib və su çatışmazlığının ciddi narahatlıq yaratdığını işarə edib. Onun sözlərinə görə məsələ ilə bağlı artıq müvafiq orqanlara məlumat verilib və hazırda bələdiyyə tərəfindən həyata keçirilən su layihəsi başa çatdıqdan sonra problemin həlli planlaşdırılır. Su ilə bağlı problemimiz həddindən artıq bizim problemimiz var. Cəmaət əziyyət çəkir. Bizim su xəttinə demək ki, Beynəlxalq Aziya şirkətindən su xətti çəkilib 5 kilometrə yaxın. Və 6-7 ay bundan əvvəl təhvil verilib, çəkilib. Hal-hazırda quraşdırılan nasos. Bizim bu gördüyünüz bak var 25 tonluq bak. Bundan əvvəl baka su gəlirdi. Su qalxırdı və cəmaət buradan istifadə edirdi. Müəyyən miqdarda indi tam olaraq istifadə edə bilmirdi. Həm yəni var idi, tökülür, gəlirdi su. İndi müəyyən miqdarda istifadə edirdi cəmaət. Az da olsa. Hal-hazırda bu təzə xətti çəkəndən su gəlmir. 6-7 ay təhvil verilib, çəkilib. Bizə məlumat hər gün, gün, 10 gündən sonra, bir həftədən sonra demək, nasosu dəyişəcəyik, su nasosunu dəyişəcəyik. Mən də cəmaata hər gün məlumat verirəm, daşıyıcı cəmaatı. Şəxsən məndə də inam yoxdur. Mən açıq deyirəm, mən də cəmaatın biri. Meriyadan da cavab verirəm. Şəxsən indi mənim özüm də mənə oradan məlumatı nə deyirlər, mən də cəmaata deyirəm ki, 10 gündən sonra, bir aydan sonra bu ilin axırına kimi demək ki, o şirkət təhvil verilməlidir. O hansı ki, müqabili ilə o çəkdilər su xətti, bizim ixtiyarımız yoxdur, onu müəyyən dəyişiklik eləməyə. Bu ilin axırına kimi bir ay yarım qalıb, bir ay yarıma kimi müqabili demək təhvil verilməlidir. O zaman demək bu xətt keçəcək bizim balansımıza, dövlətin balansında, su idarəsinin balansında, Bonnisi rayonu və Bonnisi Marul rayonunun balansındadır bizim. Balansına keçəcək. O vaxt dedi o zaman biz özümüz lazım olan dəyişikliyi eləyəcəyik. Su İdarəsinin nümayəndəsi isə qeyd edib ki, problemin tam olaraq nə vaxt aradan qaldırılacağı hələlik məlum deyil. Onun sözlərinə görə, həmin vaxta qədər Bonnisi bələdiyyəsi əhalinin su ilə təmin olunması üçün müvəqqəti tədbirlər görəcək. Əvvəllər su Marneuli xəttindən gəlirdi. İndi isə ayrıca bir xətt çəkilib. Nasosun gücü kifayət etmir ki, suyu yuxarı qaldıra bilsin. Layihə təhvil veriləndə yəqin ki, nasosu dəyişəcəklər. Hazırda isə görünür ki, heç nə alınmayacaq. Faktiki olaraq su gəlmir. Onlar əvvəllər bizim abonentlər olublar və yəqin ki, su idarəsi onların təminatını üzərinə götürməlidir. Onlar niyə öz pulları ilə su almalıdırlar ki? Onların susuz qaldığını bilirəm, vəziyyətlərini başa düşürəm. Susuz qalmaq olmaz. Bunu anlayıram. Sadəcə bu mərhələdə onlara su göndərməkdən başqa görüləcək başqa bir tədbir yoxdur.